Oturum kartının gözlənilməz imtina səbəbləri. Müştəri ərizəsində qeyd etmişdi ki, Polşada heç vaxt məhkum olunmayıb və inzibati və ya cinayət işi ilə bağlı problemi olmayıb. Amma yoxlama zamanı məlum oldu ki, bu məlumat doğru deyil. O bunu gizlətməyə çalışmışdı və düşünürdü ki, heç kim bundan xəbər tutmayacaq. Başqa bir halda isə müştəri Avropa İttifaqının başqa ölkəsində olarkən cərimə almış və ya inzibati və ya cinayət işi ilə bağlı problem yaşamışdı. Nəticədə onun məlumatları SIS bazasında qeydiyyat alınmışdı. O bunu hüquqşünasa deməmişdi, çünki Polşada hər şeyin qaydasında olduğunu düşünürdü. Yoxlama zamanı məlum oldu ki, SIS bazasında qeydiyyatdadır və Şengen ölkələrində qalması ilə bağlı məhdudiyyət var. Bu da oturum kartına imtina verilməsinə səbəb oldu. Gördüyünüz kimi imtina səbəbləri hər zaman açıq görünmür. Bəzən problem insanın unutduğu, əhəmiyyət vermədiyi və ya heç bilmədiyi detallarda olur. Ona görə də sənədləri təqdim etməzdən əvvəl vəziyyətinizi hüquqşünasa tam və dürüst şəkildə danışmağınız çox vacibdir. Bu gələcəkdə xoşagəlməz sürprizlərin qarşısını almaqda sizə kömək edəcək.